Hoş gördük. Kanalımıza abone olduğunuza göre, bizi dinlediğinize göre ve xüsusilə də suallara göre teşekkür. Çünkü bu suallar olmasa mən nədən danışacağım? Özüm fikirləşib bir şey tapa bilmirəm. Suallardan biri də çox sadə və yerində suallar verir sizə. Stresin qadın hormonlarına təsiri nə dərəcədə güclüdür? Əslində stres nədir? Siz yəqin psixolojik stresi nəzərdə tutmuşsunuz ki, əsəbləşdim necə olacaq filan. Amma misal üçün fiziki yüklənmədə o da fiziki stresdir, onu da stres saymaq olar. Birbaşa, məsəl üçün bugün stres keçirtdim, sabah menstruasiya və hormonlar alt-üst oldu. Belə bir təsiri yoxdur. Amma heç bir təsir yoxdur desəm yalan olar. Niyə var? Onun bir elmi mexanizmini izah edeyim. Qadın cinsi hormonları yumurtalıqlardan ifraz olunur. Amma onu idarə edən, onu nəzarət edən, yönləndirən mexanizmlər yerləşir beyində. Deməli, yəni elmi dildə hipofiz, hipotalamus və s. Deməli, beyinlə aldığımız qıcıqlar psixolojik, nevrolojik, hətta fiziki stres o hormonların balansını dəyişə bilərmi? Dəyişə bilər və əlbəttə ki, menstruasiya bundan dəyişə bilərmi? Dəyişə bilər. Ona görə də hətta biz bəzi hormonların analizini verməmişdən qabaq qadına deyirik ki, axşam fiziki və psixoloji rahat keçir. Bu axşam çalış fiziki və emosional stres almayasan, sabah gəl ac qarnına analiz ver. Ona görə də bəli, stresin birbaşa olmasa da dolayı yolla qadın hormonlarına və qadın menstrual funksiyasına təsiri vardır. O bildiyiniz qədər də çox deyil, amma biraz var. Ona görə sizə stressiz deməyək də, stressiz həyat da olmur. Belə biraz stabil və türklər demişkən huzurlu həyat arzulayıram. Sağ olun. Analiz verəndə də bunları nəzərə alın. Təşəkkür.